Şəkiyə yasa gedənlər Oğuzda qəzaya düşüblər. Hadisə Qaraməryəm İsmayıllıq Şəki magistral yolunun rayonun Qumlaq kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki sakini Amil Elxanoğlu Əmiraslanovun idarə etdiyi Mercedes markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin 1981-ci il təvəllüdlü Sevinç Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.